vuruqlar var. İndi isə o suallardan birinin izahına baxaq. Deməli, baxacağımız sual 47-ci sualdır. Bizə verilib ki, n bərabərdir 57-nin kvadratı üstəgəl 38-in kvadratı ədədinin sadə vuruqlarının sayını tapın. Əvvəlcə qeyd edim ki, burada 57-nin kvadratını, sonra 38-in kvadratını tapıb, daha sonra onları cəmləməyə ehtiyac yoxdur. Kiçik bir gediş eləyəcək. Deməli, yazırıq n bərabərdir. 57-nin əvəzinə yaza bilərik 3 vurulsun 19. Üstündə daha sonra kvadrat. Üstəgəl 38-in əvəzinə yaza bilərik 2 vurulsun 19. Üstündə kvadrat. Bu da bərabərdir. Daha sonra burada yazırıq 3-ün kvadratı vur 19-un kvadratı. Üstəgəl 2-nin kvadratı vur 19-un kvadratı. Bu da bərabərdir. Hər tərəfdə gördüyümüz kimi 19-un kvadratı var. Onda bunu orta vuruq kimi mörtəzə xaricinə çıxarda bilərik. 19-un kvadratını çıxardaq. Qalar içəridə 3-ün kvadratı üstəgəl 2-nin kvadratı. Bu da bərabərdir. 19-un kvadratı vurulsun. 3-ün kvadratı bildiyimiz kimi 9, 2-nin kvadratı isə 4. Yəni toplasaq 13. Bu da bərabərdir. 19-un kvadratı nə deməkdir? Yəni 19 vur 19 deməkdir. Yəni sadələşdirsək 19 vur 19 vur 13. Gördüyümüz kimi n ədədinin sadə vuruqları hər biri görünür. Bunlarda deməli sayı 3 dənədir.